Salam, kainatın sirlərinə maraq göstərən dəyərli izləyicilərimiz. Bugün 3 maydır. Baharın bu gözəl günündə səma bizə həm daxili səsimizə qulaq asmağı, həm də hədəflərimiz üçün qətiyyətli addımlar atmağı məsləhət görür. Planetlərin bugünkü düzülüşü həyatınıza hansı yenilikləri gətirəcək? Gəlin ulduzların 3 may üçün hazırladığı xüsusi ismarıclarla yaxından tanış olaq. Qoç, əziz qoçlar, bugün ulduzlar sizin liderlik qabiliyyətinizi ön plana çıxarır. 3 mayda iş mühitində və ya sosial çevrənizdə sözü keçən biri olacaqsınız. Enerjinizi doğru yönləndirsəniz, uzun müddətdir həll olunmayan bir problemi bir göz qırpımında yoluna qoya bilərsiniz. Maddi məsələlərdə riskli addımlardan qaçın, lakin yeni gəlir mənbələri üçün planlar qurun. Şəxsi münasibətlərdə isə partnyorunuzun sürpriz bir təklifi gününüzü rəngləndirə bilər. Cəsarətli olun, çünki bugün şans sizin tərəfinizdədir. Buğa. Dəyərli buğalar, bugün sizin üçün hüzur və sabitlik günüdür. 3 mayda diqqətinizi daha çox evinizə və ailənizə yönəltmək istəyəcəksiniz. Sevdiklərinizlə keçirəcəyiniz səmimi anlar ruhunuzu dincəldəcək. İş həyatınızda isə göstərdiyiniz səbir və dözüm nəticəsində rəhbərliyin etimadını qazanacaqsınız. Maddi baxımdan bərəkətli bir gündür, bəlkə də köhnə bir borcun qaytarılması və ya kiçik bir hədiyyə sizi sevindirəcək. Sağlamlığınıza diqqət edin, xüsusilə də qidalanma rejiminizi tənzimləmək sizə enerji verəcək. Əkizlər, sevgili əkizlər, bugün ünsiyyət və yeni əlaqələr sizin üçün qapı açacaq. 3 mayda maraqlı insanlarla tanış ola və gələcəkdə sizə fayda verəcək məlumatlar əldə edə bilərsiniz. Zehniniz çox aktivdir, ona görə də yaradıcı ideyalarınızı mütləq qeyd edin. Lakin ulduzlar xəbərdarlıq edir, dilinizə hakim olun, bəzən tələsik deyilən sözlər anlaşılmazlıqlara yol aça bilər. Axşam saatlarında dostlarınızla birlikdə keçirəcəyiniz vaxt sizə mənəvi güc verəcək. Həyatın dinamik ritmindən zövq alın. Xərçəng, əziz xərçənglər, 3 may sizin üçün emosional yenilənmə günüdür. Bugün özünüzü daha həssas və intuitiv hiss edə bilərsiniz. Daxili səsiniz bugün sizə ən doğru yolu göstərəcək, ona qulaq asmaqdan çəkinməyin. İş həyatınızda bəzi rəqabətli məqamlar yaransa da, sizin soyuqqanlılığınız sizi qalib edəcək. Ailə daxilində səmimi bağlar güclənir. Maddi məsələlərdə planlı hərəkət etmək sizi gələcək qayğılardan azad edəcək. Günün sonunda su kənarında və ya sakit bir parkda keçirəcəyiniz vaxt enerjinizi bərpa edəcək. Şir, dəyərli şirlər, bugün sizin parlayacağınız və öz xarizmanızla hər kəsi heyran edəcəyiniz bir gündür. 3 mayda sosial həyatınızda aktivlik zirvədə olacaq. İştirak etdiyiniz tədbirlərdə diqqət mərkəzində olmaq özgüvəninizi artıracaq. Karyeranızda yeni və yaradıcı layihələrə başlamaq üçün kifayət qədər motivasiyanız var, sevgidə isə ehtiraslı anlar sizi gözləyir, ürəyinizdəki hissləri daha cəsarətlə ifadə edin. Lakin təkəbbürdən uzaq durmağa çalışın, insanlara göstərəcəyiniz təvazökarlıq sizin nüfuzunuzu daha da artıracaq. Qız, sevgili qızlar, bugün analiz və planlaşdırma qabiliyyətiniz hər kəsi heyran edəcək. 3 mayda işlərinizdəki xırda detalları sahmana salmaq və yeni bir nizam yaratmaq üçün ideal zamandır. Sizin gözünüzdən heç bir səhv qaçmayacaq və bu iş tərəfdaşlarınızın diqqətindən yayınmayacaq. Sağlamlığınıza vaxt ayırın, bəlkə də yeni bir pəhrizə başlamağın tam vaxtıdır. Şəxsi münasibətlərdə partnyorunuzla dərindən söhbət etmək aranızdakı bağları gücləndirəcək. Maddi məsələlərdə ehtiyatlı davranın, çünki bugün lazımsız xərclər ehtimalı var. Tərəzi. Əziz tərəzilər, bugün harmoniya və ədalət axtarışınızın bəhrəsini görəcəksiniz. 3 mayda ətrafınızda baş verən gərginlikləri öz diplomatik istedadınızla asanlıqla aradan qaldıracaqsınız. Estetik zövqünüzün çox yüksək olduğu bir gündür, bəlkə də yaşadığınız mühitdə kiçik dəyişikliklər etməyin vaxtı çatıb. İkili münasibətlərdə partnyorunuzla qarşılıqlı anlayış və sevgi dolu anlar sizi gözləyir. Maddi baxımdan tarazlığı qorumağa çalışın. Günün sonunda özünüzə mənəvi bir hədiyyə verin.
Musiqi və ya sənət ruhunuzu dincəldəcək. Əqrəb, dəyərli əqrəblər, bugün sizin üçün strateji düşüncə və daxili güc günüdür. 3 mayda hər hansı bir məsələnin kökünə enmək və gizli qalan məqamları üzə çıxarmaq üçün intuisiyanız zirvədədir. İş həyatınızda mühüm bir sirr və ya məlumat sizə üstünlük qazandıra bilər. Maddi sahədə mühüm bir yatırım və ya qərar vermək üçün uyğun zamandır. Şəxsi münasibətlərdə isə daha dürüst və açıq olmaq etibarı möhkəmləndirəcək. Öz daxili gücünüzü kəşf edin və onu konstruktiv məqsədlər üçün istifadə edin. Ulduzlar sizin yanınızdadır. Ox atan, sevgili ox atanlar, bugün macəra və yeni üfüqlər sizi səsləyir. 3 mayda yeni bir səyahət planı qurmaq və ya fərqli bir sahədə təhsil almağa başlamaq üçün mükəmməl gündür. Optimist ruhunuz ətrafınızdakı hər kəsə ilham verir. İş həyatınızda riskli görünən, lakin gəlirli ola bilər layihələrə marağınız arta bilər. Lakin qərarlarınızda real olmağı unutmayın. Dostlarınızla keçirəcəyiniz şən bir axşam sizi bütün streslərdən uzaqlaşdıracaq. Həyata gülümsəyərək baxın, çünki kainat sizə maraqlı sürprizlər hazırlayır. Oğlaq, əziz oğlaqlar, bugün məsuliyyət və uzun müddətli hədəflər ön plandadır. 3 mayda karyeranızda atdığınız hər bir addım gələcək uğurlarınızın bünövrəsi olacaq. İntizamlı və soyuqqanlı davranmaqla ətrafınızdakı xaosu asanlıqla idarə edə biləcəksiniz. Maddi vəziyyətinizlə bağlı müsbət xəbərlər ala bilərsiniz, lakin qənaətcil olmağı da unutmayın. Ailə həyatınızda isə sizdən gözlənilən dəstəyi vermək münasibətlərinizi daha da möhkəmləndirəcək. Sizin zəhmətiniz heç vaxt yerdə qalmır, sadəcə biraz daha səbirli olun. Uğur sizinlədir. Dolça, dəyərli dolçalar, bugün fərqli və orijinal ideyalarınızla hər kəsi heyrətləndirəcəksiniz. 3 mayda standart qəliblərdən çıxmaq və gələcəyə baxmaq üçün əla fürsətləriniz var. Sosial layihələrdə və ya dost qruplarında rəhbər rolunu oynaya bilərsiniz. Sizin fərqli baxış bucağınız bugün ən çətin düyünləri belə aça bilər. Sevgi münasibətlərində isə dostluq və səmimiyyət ön plandadır, partnyorunuzla həm də çox yaxın dost olduğunuzu hiss edəcəksiniz. Öz orijinallığınızı qoruyun, çünki dünya sizin kimi fərqli düşünən insanlara möhtacdır. Balıq, sevgili balıqlar, bugün daxili dünyanızda sanki bir sehirli külək əsir. 3 may sizin üçün intuisiyanın və ilhamın zirvəyə çatdığı bir gündür. Yaradıcılıqla məşğul olan balıqlar üçün bugün şah əsər yaratmaq imkanı var. Ətrafınızdakı insanların problemlərinə qarşı göstərdiyiniz o dərin empatiya hər kəs tərəfindən yüksək qiymətləndiriləcək. Maddi məsələlərdə xəyallara çox qapılmayın, biraz daha realist olun. Axşam saatlarında mütləq su kənarında və ya sakit bir yerdə tək qalaraq ruhunuzu qidalandırın. Kainat sizə gizli mesajlar göndərir. Əziz izləyicilərimiz, 3 may tarifi üçün ulduzların sizə hazırladığı mesajlar belə idi. Ümid edirik ki, bu proqnoz yolunuzu işıqlandıracaq və gününüzü daha pozitiv keçirməyinizə vəsilə olacaq. Unutmayın ki, göy üzündə planetlərin düzülüşü nə olursa olsun, taleyinizin əsl memarı siz özünüzsünüz. Sabahki ulduz falında görüşənədək özünüzə yaxşı baxın, ulduzunuz həmişə parlaq olsun.